Salam əziz izləyicilər. Biz bu günlərin nəsxin qismlərindən danışacağıq. Nəsxin 3 qismi var. 3 qismi ilə bağlı ümumi qısa danışacağıq və söhbətimizi tamamlayacağıq inşallah. Deməli, birinci qismi budur ki, tilavətin və hökmün nəsxi. Yəni, bir dəstə alimlər gəlib deyirlər ki, Peyğəmbərin dövründə ayə nazil olub, o hökmə əməl ediblər. Sonra bir dönəmdən sonra həmin ayə, ibarə, cümlə və hökm ikisi birlikdə aradan gedib artıq dillərdə qalıb da belə bir ayə var idi, belə bir hökm var idi. Bununla bağlı xanım Aişədən nəql olunur. Deyir ki, Həzrət Peyğəmbərə belə bir ayə nazil olmuş. 10 dəfə məlum süd vermək haramlığa bais olur. Və nəql olunur ki, bu ayə 5 dəfə süd verməklə hökm nəsx olunur. Bu xanım Aişədən bu nəql olunur. Və bunu da belə danışırlar ki, Həzrət Peyğəmbər bu həmin ayə bir nüsxədə, bir vərəqdə idi, yazılmışdı və Həzrət Peyğəmbərin uzandığı taxtanın altında idi. Və Həzrət Peyğəmbər dünyasını dəyişəndən sonra Peyğəmbəri aparıb dəfn eləyəndə bir ev heyvanı gəlir, içəri girir, həmin kağızı yeyir. Bu, bəzi alimlərin nəzərinə görə belədir. Şiə alimləri bu cür nəsxi qəbul eləmir. Deyirlər ki, tilavət və hökmün nəsxini qəbul eləsək, Quranın təhrifi deməkdir. Quranın təhrifinə inanmış sayılır. Ona görə bunu zəif hesab edirlər bu rəvayəti və ona görə də bu cürə nəsxi inkar edirlər. Digər nəsx hökmün qalması və tilavətin nəsxidir. Hökm qalır, yəni hər hansı bir məsələ ilə bağlı bir hökm gəlir, ayə üzrə nazil olur. Peyğəmbərin dövründə bu ayə oxunulur, tilavət olunur. Sonra bir dönəmdən sonra, bir dövrdən sonra Peyğəmbər dünyasını dəyişəndən sonra həmin ayə çıxardılır, yəni olmur artıq, cümlə formasında olmur, sadəcə ancaq hökmə riayət edirlər. Bunu nümunə misal olaraq məsələn rəcm ayəsini gətirirlər ki, bəziləri də Nur surəsindədir, bəziləri də Əhzab surəsindədir. Ərəbcə ibarəsi belədir ki, Əş-şeyxu və şeyxatu üzə zənəyə fərcimuhumə əlbəttə nəkələn minəllah. Deyir, qoca kişi və qoca qadın əgər zina eləyərlərsə, bunları rəcm eləyin. Ki, bu hökm qalır, amma tilavət deyirlər ki, nəsx olunub. Bunu da bəzi alimlər bu düşüncəni, bu məsələyə inanırlar, bunu bu qismi qəbul edirlər, amma şiə alimləri bu nəsxin bu qismini də qəbul eləmirlər. Deyirlər ki, bunu biz qəbul eləsək, bu da deməli Quranın təhrif olması deməkdir və həm də bu rəvayətin özü də zəif rəvayətdir, səhih rəvayət deyil. Üçüncü qismi budur ki, hökmün nəsxi və tilavətin qalması. Bunu qəbul eləyir. Şiə alimləri bu cür nəsxi qəbul eləyir. Tilavət qalır. Yəni ayə müshəfdə qalır. Quran-ı Kərimdə həmin ayələr gəlib. Amma onun hökmü artıq icra olunmur, onun hökmü nəsx olunur. Və bunun özü də 3 növə bölünür. Yəni tilavət qalır, hökm nəsx olur. Bunun özü də 3 növə bölünür. Bəzilər gəlir ki, Quran ilə nəsxi, indi bunu da bəziləri qəbul eləyir, bəziləri qəbul eləmir. Bundan işim yoxdur. Düzdür, Quran ilə nəsxini bütün alimlər qəbul eləyir. Yəni burada yekdillik ilə hamısı tərəfindən qəbul olunur. Quranın mütəvatir xəbər ilə nəsxi, bu da bəzi alimlər tərəfindən qəbul olunur, bəziləri tərəfindən qəbul olunmur. Quranın vahid xəbər ilə nəsxi. Burada tək Quran ilə nəsxi demək olar ki, bütün alimlər tərəfindən qəbul olunur. Deməli, nəsxin 3 qismi, birincisi bu olur, tilavətin və hökmün nəsxi ki, bəzi alimlər bunu qəbul edir, şiə alimləri bunu qəbul eləmir. Hökmün qalması və tilavətin nəsxi, bunu da bəzi alimlər qəbul edir, şiə alimləri isə bunu qəbul eləmir. Üçüncüsü isə hökmün nəsxi, amma tilavətin qalması ki, bunu şiə alimləri qəbul edir. Bu qədər inşallah gələn görüşlərəcək. Sağ olun, Allah'a əmanət.